Füzulidə kənd təsərrüfatı bitkilərinin vaxtında və normalara uyğun suvarılması nəticəsində əkin sahələrindən bol məhsul əldə olunur. Bunun üçün Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi meliorativ tədbirlərini uğurla aparır. İdarənin balansında 71 nasos stansiyası və 241 subartezian quyusu fəaliyyət göstərir və həmçinin 7609 nəfər abonentin içməli suyunu və 27200 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı həyata keçirilir. Qeyd olunan nasos stansiyalarından və subartezian quyularından 16 nasos stansiyası və 65 subartezian quyusu əhalinin içməli suya olan tələbatını, 55 nasos stansiyası ilə yanaşı 193 subartezian quyusu əkin sahələrinin suvarma suyu ilə təminatını yerinə yetirir. İlin əvvəlindən hal-hazırki dövrə qədər 29 ədəd nasos stansiyada cari təmir işləri aparılmışdır. Bununla yanaşı eyni zamanda 67 ədəd subartezian quyusunda və eyni zamanda 8 ədəddə hidrotexniki qurğularda cari təmir işləri aparılaraq saz vəziyyətə gətirilmiş və istismara yararlı hala salınmışdır. İdarənin istismarında olan suvarma kanallarının və arxlarının 58,2 km, kollektor şəbəkəsində isə 4,1 km hissədə lildən təmizlənmə işləri həyata keçirilib. İdarə tərəfindən 18 kəndin, 12 məcburi köçkün qəsəbəsinin və Füzuli şəhərinin içməli su təminatı həyata keçirilir. Füzuli şəhəri ilə yanaşı Horades şəhəri, Əhmədalılar kəndi, Molla Məhərrəmli kəndi, Böyük Bəhmənli kəndi və məcburi köçkünlərin müvəqqəti məskunlaşıb yaşadığı Fin qəsəbəsi də içməli su ilə təchiz edilir. İdarəmizin xidməti ərazisində 2 şəhər, 19 kənd və 12 qəsəbə olmaqla ümumilikdə 33 yaşayış məntəqəsində 7616 əhali və 259 qeyri-əhali abonentinə içməli su və həm də kanalizasiya xidməti göstərilir. Bu məntəqələrdən 7-si fasiləsiz olaraq, yəni 24 saat fasiləsiz içməli su ilə təmin olunur. Qeyd edək ki, idarənin balansında olan Əhmədalılar Haramı beton üzlüklü kanalın ötən illərdə olduğu kimi bu ildə işin davamı olaraq 900 metr yararsız hissəsinin yenidən əsaslı təmir olunması nəzərdə tutulub. Həmçinin idarənin balansında olan subartezian quyularından 6-sının əsaslı təmir olunması planlaşdırılır.